Səhifə 24-də nömrə 34. Səhifə 24-də 34. Qatar iki stansiya arasındakı məsafənin 15-də 7 hissəsini getdikdən sonra. Belə məsələlər var. Ümumiyyətlə, məsələ həll edəndə birinci onu çek yolcunu çəkmək lazımdır. Yəni, çek yolcu çəkilməlidir ki, bunu biz təsəvvür edə bilər. Təsəvvür. Ya da bu məsələlərdən çox eləyən adam vərdişə çevrilir ya da çek yolcunu çəkməmişdə həll edə bilir. Amma, məsələn, nə qədər də vərdiş çevrilsə də, imtahan adam həyəcanlanır. Ona görə də siz çek yolcu çəkməyə yəni vərdiş edin ki, həyəcanlananda, beyniniz tormuzlananda, amma çek yolcu çəkən vaxtı daha səhv eləmirsən. Deməli ki, çek yolcu çəkdir. Deməli deyir ki, qatar iki stansiya arasındakı məsafənin 15-də 7 hissəsini getdikdən sonra. Məsələn, iki stansiya arasındakı məsafə olsun x. Bunun 15-dən 7-sini getdim. Yəni 15-də 7x-i getdim. Məsələn, buraya qədər getdim tutaq ki. Qaldı 15-dən 8x-i, düzdürmü? 7-sini getdim, 8-i qaldı. Bu getdikdən sonra yolun ortasını çatmaq üçün daha 3 kilometrdə getməlidir. Deməli, buradan belə 3 kilometrdə bax, buradan bura qədər də 3 kilometrdə, düzdür? Deməli, mən 15-də 7x-in üzərinə 3 kilometr gələndə, ümumiyyətlə yolun yarısı ilə x-in 2-də 1 hissəsi olur. Deməli, bərabərdir, 2-də 1 x olacaq. Onda mən bunların hər tərəfini 30-a vurum, yəni 15-dən 2-nin əşobuna vurmalıyam, düzdür ki, kəsirdən canını qutarsın. Bunu 30-a vuranda 30-15-ə böldüm 2, 2-də və 7-nin 14x. Bunu 30-a vurdum 33-ə vuranda 90, bunu da 30-a vuranda 15x, burada bərabərlik var. 15x-dən 14x çıxanda bir dənə 2x, x də bərabərdir 90. Deməli ki, yol oldu 90. Belə rahat şəkildə həll edə bilirik. İki stansiyasının məsələn neçə kilometr. Bir də məsələ həll edəndə vahidlərə çox diqqət edilməli. Məsələn, sizə verə bilər kilometr, axırda metri soruşa bilər. Siz aldınız 90, cavabda 90 da yazır, 9000 da yazır. Götürüb 90'a qaralayırsınız. Ona görə də siz imtahanda miqdar sertifikasiyalarda, ümumiyyətlə abituriyentdə hamısında artıq təzə metoda keçiblər. Sözlə Allah'ın metodu. Bu sən həll edə bilirsən, amma diqqət tələb olun. Kilometr verir, metri soruşur. Yəni oralara var. Elə şeylərə çox diqqət etmək lazımdır. 6-cı da eyni tip məsələdir. 7-ci, velosipedçi 15 km məsafəni 2.5 saata gedir. Bunu deməli tənasüblə də həll edə bilərsiniz. Sürət məsafə, zaman düsturunda istifadə edə bilərsiniz. Sürət məsafə düsturundan istifadə etmək daha yaxşıdır. Çünki orada düsturu da təkrarlamış olursunuz. Deməli, çünki riyaziyyatda sürət zamana aid çox məsələlər düşür. Deməli, V bərabərdir, S bölü T düsturundan istifadə ediləcək. Velosipedçi 15 km məsafəni 2.5 saata gedir. Bax, məsafəni verdi, saat verdi, deməli sürəti tapmalıyam. Onda 15 kilometri 2.5'ə bölüm. 150'ni 25'ə böləcəm, yəni V sürüşdürəndə. 5'ə böləndə 5, 5'ə böləndə 30, 30'da 5'ə böləndə 6. Sürət oldu 6. Sürət də bilirik ki, bu cür məsələlərdə sabit qalır. Yəni dəyişən sürət olmur. Çünki biz fizika öyrənmirik də, riyaziyyat öyrənir. Riyaziyyatda həmişə sabit sürətlə söhbət gedir. O həmin sürətlə, həmin sürətlə, yəni 6 ilə. Bir dəqiqəyə nə qədər yol gedir? Baxın, bizi çaşdırır. Bayaq dediyim kimi, saatı verin də dəqiqə ilə soruşur, düzdür? Əslində biz nə almışıq? 6 kilometr bölünsün saat almışıq, düzdürmü? İndi biz saatı dəqiqə də çevirə bilərik, dəqiqəni saat da çevirə bilərik. Hansını eləyəcəyimizə qərar vermək üçün baxmalıyıq cavab variantlarına. Cavab variantlarında görə nə verir? Metr verir. Metr verirsə, deməli, bunu dəqiqə, metr bölü dəqiqəyə çevirir də. Onda biz də eləyək. 6000 bölünsün 1 saatında 60 dəqiqə. Bunlar getdi, 606 bölündə 100 metr bölünsün dəqiqə. Deməli, sürət oldu 100 metr bölü dəqiqə. Bir dəqiqəyə nə qədər yol gedər? Yolu soruşur, yol S-lə işarə olunur. Yol bərabərdir, V vurulsun T. V oldu 100, T də oldu 1. Bu da oldu 100 metr. 100 metr. 100 metr də C variantındadır.